axşamınız xeyir olsun değerli şagirdlər. Hər birinizi xoş gördük. Demək, bugün paylaşdığım sualın izahını verəcəm. Diqqətlə qulaq asın. Sualımız belədir ki, x kvadrat çıxaq 2x üstə ilə c üstə ilə 1 bərabər 0 tənliyinin köklərindən biri tənliyin diskriminantı olarsa, c-nin ala biləcəyi qiymətlərin hasilini tapın. İlk öncə tənliyimiz yazaq bura. X kvadrat çıxılsın 2x üstə ilə c üstə ilə 1 bərabərdir 0. Diskriminantı nəyə bərabərdir? Deyək ki, köklərindən bir diskriminantına bərabərdir. Bu tənliyin diskriminantını tapsaq, yəni b kvadrat çıxaq 4ac. Yəni bunu yəqin ki, hər birimiz bilirik. 4 çıxılsın 4c üstə gələk 1. Bərabər olacaq nəyə? Bərabərdir. 4 çıxılsın 4c çıxaq 4. Düzdürmü? Bəli, düzdür. 4'lər getdi. Qaldı nə? Qaldı mənfi 4c. Demək, diskriminant oldu mənfi 4c. Demək, köklərin biri nə deməkdir? Yəni, köklərindən biri mənfi 4c-yə bərabər. Mənfi 4c-yə bərabərsə, gətirərəm x-in yerinə qoyaram. Olacaq nə? Mənfi 4c-nin kvadratı çıxılsın 2 vuraq. Mənfi 4c üstə gələk c üstə gələk 1 bərabərdir 0-a. Buradan da olacaq 16c-nin kvadratı üstə gələk 8c üstə gələk c üstə gələk 1 bərabərdir 0-a. Buradan da nə aldıq? 16c-nin kvadratı üstə gələk 9c üstə gələk 1 bərabərdir 0-a. Bunu çevrilmiş kvadrat tənlinə gətsək, olacaq nə? C kvadrat hər tərəfi yəni 16-ya böldükdə 16-da 9c üstə gələk 16-da 1. 16-da 1 bərabərdir 0-a. Hər tərəfi 16-ya böldükcə bütün hədləri. Bizə deyir ki, c-nin ala biləcək qiymətlərin hasilini tapmış. O da Viet teoreminə görə bildik ki, tənliyin kökləri hasili nəyə bərabər? Sərbəst həddə bərabər. Demək, tənliyin kökləri hasili nəyə bərabər oldu? 16-da 1 olacaq. Bu qədər. Sağ olun, salamat qalın. İnanıram ki, hər biriniz üçün faydalı olacaq.